Salam değerli izleyiciler, hoş gelmişsiniz kanalıma. Bugünler sizinle bildiğiniz gibi artık Mart ayının sonlarıdır, hatta başa çatır ve artık əkim vaxtıdır. Və göyərtilərin əkiminin, yəni başlamışam. Gördüğünüz kimi göstərdiyim birinci, yəni gördüğünüz kimi torpağın altında ispanaq idi. Bu sarı rəng kimi olan keşnişdir. Və butulkanı, sok butulkasını belə kəsdim və torpaqla doldurdum. Bir qədər üzərinə keşniş və burası butulkanın ispanaq tökdüm, toxumlarını və onun üzərindən isə bir qədər torpaq qatı tökürəm. Bu toxumları yəni dükandan ala bilərsiniz. Tökəndən sonra isə belə gördüyünüz kimi düzəldirəm ki, yəni bərabər olsun. Və artıq gördüyünüz kimi hamısını torpaqla yəni doldurandan sonra, toxum və torpaqla doldurandan sonra artıq sulamalıyıq və ilk suyu can suyu adlanır. Can suyunu veririk, yəni suluyuruq onu. Hamısını yaxşı ki, yəni suyu az olmasın ki, torpaq bir müddət heç olmasa yəni sulu qalsın. Və gördüyünüz kimi, əgər sizdə də belə olsa, yəni su tökəndən sonra toxumlar üstə çıxsa, mən onun üzərini torpaq qatı ilə yəni doldururam. Gördüyünüz kimi doldurdum bir qədər və doldurandan sonra yenə də biraz su tökdüm. Yəni az miqdarda da olsa su tökürəm. Və belə hamısını suluyuruq, qoyuruq bunları, yəni qalsın, cücərməyə başlasın. Belə. Siz də hazırlayın, edin, evdən özünüz öz tərəvəzlərinizi, göyərtilərinizi, yəni yeyin sağlamlı. Və bunu edəndən sonra, suyunu verəndən sonra üzərinə streçlə bağlayırıq ki, yəni onlar suyu buxarlansa, yəni torpaq qurumasın. Sağ olun.